Turun icmalına baxırsınız. Qəbələnin aid olduğu yerə geri dönəcəyinin dəqiqləşdiyi və qapılara 20 qolun vurulduğu 1-ci liqada 20-ci turun icmalını təqdim edirik. Asko Arenada start götürən turun ilk oyununda qolsuz bərabərlik qeydə alındı. Son pillələrdə qərarlaşan komandalar Cəbrayıl və Qaradağ Lökbatan hava su kimi vacib 3 xalı aktivlərinə yaza bilmədilər. Digər outsiderin oyunu isə qol yağışı ilə müşahidə olundu. Gümüş medallara iddialı Karvan Şamaxıda difaini 5 dəfə mərkəzə dəvət etdi. Elə 5-ci dəqiqədə Emil Qasımov başla dəqiq oynadı. 20 dəqiqə sonra Bəhruz Teymurov fərqləndi. 39-cu dəqiqədə Emil Qasımovun zərbəsi dirəkdən qayıtsa da, top əvvəlcə difainin futbolçusu Seymur Əliyevi, sonra isə qapı toyunu tapdı. Bu qoldan bir dəqiqə sonra Tahir Zeynalov difaini ümidləndirdi. Amma bu qol da fasiləyə qədər sonuncu olmadı. Karvandan Peter Kings yenidən fərqi 3-ə yüksəltdi. İkinci yarıya da Karvan qolla başladı. Peter Kings fərdi reydini qolla tamamladı. Bundan sonra da Yevlax təmsilçisi real qol epizodları yaratdı. Amma onlara hesabı artırmaq müəssər olmadı. Əvəzində nominal meydan sahiblərindən Seymur Əliyev bu dəfə topu rəqib qapısından keçirməyə bacardı. Oyunda yekun nöqtəni Muhammed Alfa qoydu. O da digər qol vuran komanda yoldaşları kimi başla dəqiq oynadı. İlk oyun günündə Mingəçevirdə də futbol bayramı vardı. Şəhərin eyni adlı komandası Zaqatalanı qonaq edirdi. Oyuna üstün başlayan meydan sahibləri 30-cu dəqiqədən Nahid Əliyevin qolu ilə önə çıxdılar. İkinci yarı daha bol qollu oldu. Əvvəlcə Royuni İsmailov özünə yaraşar tərzdə baxımlı qolla hesabı bərabərləşdirdi. 10 dəqiqə davam edən start skubonu Abba Usman Mingəçevirin xeyrinə dəyişdi. Amma bu qol da Mingəçevirin 3 xal qazanmasına kifayət etmədi. 82-ci dəqiqədə qonaqların legioneri Stanley Okezi qapı önündəki qarşılıqdan məharətlə yararlandı. Qarşılıqlı qolların vurulduğu oyun yekunda sülhlə nəticələndi. Turun son oyun günündə Binədə Baku Sporting Qəbələni qonaq edirdi. Paytaxt təmsilçisinin qapısından 5 cavabsız qol vuran qırmızı qaralar özünün Premyer Liqaya vəsiqəsini təmin etməklə yanaşı, rəqibin elita xəyallarının üstündən də böyük ölçüdə xətt çəkmiş oldu. Oyuna gəlincə artıq 20-ci dəqiqədə Nicat Əliyev rəqibi meydanın mərkəzinə dəvət etdi. 43-cü dəqiqədə Ruslan Varansovun gözəl ötürməsini Domi Massimo qolla tamamladı. Oyun boyu rəqib qapısı önündə çoxsaylı qol epizodları yaradan Baku Sporting futbolçuları istəyinə çatmayınca əyalət klubu hesab arasındakı fərqi böyütməyə müəssər oldu. Elşad Tağıyevin dubli hesabı 2 dəfə artırdı. Oyunda son nöqtəni qoyan Nicat Əliyev də dubl müəllifi kimi yadda qaldı. Beləcə oyun Qəbələnin böyük hesablı qələbəsi ilə yekunlaşdı. Şamaxıda İmişli ilə qarşılaşan Ordu klubu yeni ad və loqo ilə ilk məğlubiyyətini aldı. Oyuna yaxşı başlayan Moikin varisi üstün oynadığı ilk hissənin davamında İdris İnqilabının möhtəşəm cərimə zərbəsi qolu ilə sarsıldı. Qoldan sonra da İmişlinin qapısı önündə ard-arda qol epizodları yaradan Ordu futbolçuları qapılarında növbəti qolu da gördülər. Sürətli əks hücumu Milmuğan təmsilçisinin legioneri Oluvasen Timilehin qolla tamamladı. Əsas vaxtın son dəqiqəsində penalti qazanan qonaqların heyətində İbrahim Əliyev dəqiq zərbə ilə vurulan qollardan birinin əvəzinə çıxdı. Bu oyunun sonuncu yadda qalan hadisəsi oldu. Beləliklə 20-ci turdan sonra Qəbələnin tək hakimiyyətliyi davam edir. 52 xal toplamış liderə ən yaxın 38 xal olan Karvandır. 37 xalla İmişli Karvanı kölgə kimi izləyir. 1-ci liqada növbəti 21-ci tur aprelin 10-unda start götürəcək.